Herkese salam dostlar. Selamünaleyküm canım. Bilmiyorum, bu bütün kızlara avtomatik yüklenen hareket böyle. Niye akıllı olayım ki? Bana ne? Bana ne? Bana ne? Bana ne? Belə. Sırf xarici görünüşünə görə almışam. Hocam ben salam, ne yapabilirim? Şeyə çata bilmir. Esensə. Ama çok qəşəngdir. Gelmiş bana Yılmaz'ı anlatıyor ya. Bana ne Yılmaz'dan? Sıx kipriyim yoxdur, nazikdir mənim kipriklərim. İstəyirəm ki, kipriklərimi qalınlaşdırsın, belə qəşəng gür göstərsin maskara. Beni ilgilendirmiyor hanımefendi, beni ilgilendirmiyor. Qaş gelim bitmək üzrə olan və mənim hələ də kasıblıqdan Black Friday gözlədiyim həmin o qaş gelim. Tabii siz anneleri tarafından size emanet edilen çocuklara her bakımdan yetersiz gördüğünüz bir kadının annelik etmesine şiddetle karşısınız ama. Nə yaxşı mənim qaş şeyim təmiz dayqası. Az nə əcəbsə təmizləmişəm. Temizlik imandan gelir. Biraz toz serpelim. Hə, bacılar deməli. Aldım qaş gelimi. İstəyirdim bugün çəkməyim qaş geli. Amma gördüm ki, yox. Qaş geli olmadan qəşəng görsənmirəm. Və görürsünüz, elə günlər olur ki, çox qəşəng rahat şey olur. Qaşım sabitlənir. Bax indi gör nə gözəl sabitləndi. Qəşəng, ağıllı, tərbiyəli. Qəşəng sabitlənir. Amma ayrı vaxt olsa, Bölerim, patlayaram, çatlayaram, şiven salaram, koymayacağım. mənim makyajım bu qədər. New York'dan aldığım iki parça bir şeyi geyinib sizə də göstərəcəm. Bu koftada belə görsənir, yəni futbolkam. Bu aşağı hissəsinin dar olduğunu bilsəydim M alardım. Deməli bu koftanı almışam 13 manata. Digər Vadalaska'nı da almışam 20 manata. Vadalaska'ya pul verməyə dəyər. Dostlar, ümumi kombinim belədir. Ayaqqabı olaraq da bunları geyindim. Belə. Deməli, Almarketdən belə bir balıq aldım. Ton balığı 1 manat 70 qəpiyə almışam bunu. Bir də bu qaymağı aldım. 1 manat 45 qəpikdir. 1 manat 45 qəpiyə bunu aldım. Qaymaq və balıqdan görəcəyiniz üzrə durub makaron bişirəcəm. 3 dənə banan almışam. 1 manat 46 qəpiyə deyir. Bravo'dan 2 manat 57 qəpiyə mandalina aldım. 1 kilo yarımdır burada. İndi gedək. Çox heyecanlıyam bunların dadına baxmağa. İran şeydir, heç güvən vermir. Mən həyəcanlıyam bunların dadına baxmağa. Bu videodan sonra bir həftə sonra falan video gəlməsə bilin ki, bunlardan zəhərlənib ölmüşəm. Başlayıram yeməyimi bişirməyə. Artık kalbim durmuyor, hoş geldin. Artık kalbim durmuyor, hoş geldin. Qazımı yandırdım. Belə, bu burada qızarsın. Bəli dostlar, gözə də suyu qoyduk. Vermişim, qaynıyor. Tomatda soğan eləmişəm. Yeməyin bişdiyi, indi biraz üstünə balıq şeyi dökəcəm. Belə, mən bunu yeyirəm, sizdən də vidalaşıram. Gəlin videolarda görüşənə qədər. Sağ olun.